Biyopsiya müayinəsi bildiyimiz kimi mikroskop altında aparılır. Lakin mikroskopa qədər olan mərhələlər də ən az mikroskop mərhələsi qədər vacibdir. Nəyə görə? Çünki biyopsiyanın alınma şəraiti, daşınması və laboratoriyaya çatdırılması da onun dəqiqliyini təmin edən şərtlərdəndir. Bununla birlikdə patoloqun klinik həkimlərlə, onkoloqlarla və cərrahlarla və digər ixtisasda olan həkimlərlə sıx işbirliyi də biyopsiyaların dəqiqliyini təmin edən mühüm bir nüansdır. Belə ki, xəstə haqqında olan pasport məlumatları, klinik məlumatlar, xəstənin anamnezi və digər nüanslar biyopsiya müayinəsi nəticəsində çıxan diaqnozları böyük şəkildə təsir edir. Bunlar biyopsiyanın daha dəqiq, daha vaxtında nəticə verməsinə və diaqnozun daha erkən və daha dəqiq qoyulmasını təmin edən amillərdir.